Bakı tarixin müasirliklə vəhdətini özündə əks etdirən şəhərlərdən biridir. Bakının daha da müasir və dayanıqlı inkişafı üçün burada bir çox işlər aparılır. Maraqlıdır, bəs şəhər sakinləri Bakıda hansı yeniliklərin olmasını istəyirlər? Parkların çoxunda idman üçün yerlər yoxdur. Yəni insan fitness eləmək istəyir. Ancaq necə deyim, ev şəraitində eləmək olur da. Adi belə turniklər falan olsaydı daha yaxşı olardı. Ağırlıqlar da olmasa, yenə də turnik falan olsaydı daha yaxşı olardı. Əyləncə yerləri açılsa yaxşı olar. Xaricdən alınan məhsulları burada istehsalına başlamalıyıq. Böyük zavodlar, fabriklər tikilməlidir. Bəzi bu yol keçidlərində falan o mahnılar falan oxuyurlar. Onları yığışdırsalar çox qəşəng olar. Məsələn, turistlərin bizim mədəniyyət evlərimiz falan da, yəni orada gedə bilərlər də. Yəni oradan gedib musiqiyə qulaq asa bilərlər. Yollar barəsində genişlik olsa daha yaxşı olardı. Çox sıxlıq olur. Yəni, çox yerdə içəri sərmasının işə gələndə, dərsə gələndə əziyyət çəkirik. Onun üçün əlavə bir yollar, fərqli bir çıxışlar məsəl üçün düzəltsələr daha yaxşı olar. Mən elə fikirləşirəm, mənim fikrimcə.